Salam, axşamınız xeyir olsun. Günün ən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Təbrizdə Fəthullayev evinə ciddi ziyan dəyib. Urmu gölünü məhv etdik, millət vəkili. Evin həbsxanası qarşısında etiraz eyləmi keçirildi. Lübnan prezidenti açıqladı, Hizbullah tərk islah edilir. Rusiyaya iri miqyaslı hücuma hazırlıq gedir. İndi isə daha ətraflı. Təbrizdəki gözəl, qədim və milli binalardan biri olan Fəthullayev evi təhlükə altındadır və bu vəziyyətin qarşısının alınması üçün məsul qurumlar tərəfindən təcili tədbirlər görülməsi çox zəruridir. Şərqi Azərbaycanın Mədəni İrs İdarəsinin baş direktorunun müavini Vahid Nəvadanın bildirdiyinə görə, tarixi abidənin ərazisi və mülkiyyəti Mədəni İrs Baş İdarəsinin nəzarətində deyil və idarə abidənin ətrafındakı əraziləri öz səlahiyyət dairəsinə keçirmək üçün hərəkətə keçməlidir. O, ətrafdakı bəzi mağazaların ərazilərinin alındığını, ancaq satın almaların tam həyata keçmədiyini deyib. Tarixi abidənin yenidən qurulması üçün isə onun bütün ərazisi idarənin səlahiyyət dairəsində olmalıdır. Vahid Nəvadan öncəki illərdə abidənin bərpa edilməyə çalışdığını, ancaq iş zamanı abidənin konstruksiyasına ciddi ziyan dəydiyini bildirib. Qeyd edək ki, bu tarixi abidə 150 il öncə Qacarlar dönəmində inşa edilib və 2005-ci ildə Milli Abidələr siyahısında qeydə alınıb. Urmu gölünü kənd təsərrüfatının inkişafı bəhanəsi və qeyri-peşəkar bəndlər inşa etməklə məhv etdik. Bunu Urmu şəhərinin İran parlamentindəki millət vəkili Şahin Cəhəngiri İran prezidenti Məsud Pezeşkiyana ünvanladığı məktubda yazıb. Məktubda bildirilib, gələcəkdə övladlarımız bizə tapşırılan əmanəti niyə qoruyub saxlamadığımızı, laqeyd və zalim yanaşdığımızı soruşacaqlar. Gəlin elə edək ki, tarix qarşısında başuca cavab verə, missiyamızı layiqincə yerinə yetirə bilək və Urmu gölünün mesajını aldığımızı sübut edək. Şahin Cahangiri məktubundan davamında Urmu gölünün quruma səbəbləri, bununla bağlı məsuliyyət daşıyan aidiyyatı qurumların laqeydliyi və problemin həll yolları barədə fikirlərini yazıb. Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır. Buna baxmayaraq, son məlumata görə göldə ekoloji problem davam edir və hazırda Urmu gölündə olan su həcmi 1 milyard 340 milyon kubmetrdir. Bugün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Mikhail Kavelaşvili ilə mətbuata bəyanatında deyib. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir, deyən dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və həm də orta dəhlizin ayrılmaz hissəsinə çevrilib. Aprelin 15-də Tehranın evin həbsxanasında saxlanan siyasi məhbusların ailə üzvləri və bir qrup insan haqları müdafiəçisi həbsxana qarşısına toplaşaraq edam hökmlərinin artmasına etiraz edib, bu cəza növünün tətbiqinin dayandırılmasını tələb ediblər. Üzərində edama yox, edam hökmlərinin icrasını dayandırın şüarları yazılmış plakatlar qaldıran etirazçılar İnsan Haqları Təşkilatından yardım istəyiblər. Qeyd edək ki, İranın müxtəlif bölgələrində 54 nəfər siyasi və təhlükəsizlik ittihamlarına görə edama məhkum edilib. Bununla yanaşı siyasi ittihamlara görə həbs edilən daha bir neçə nəfərin də barəsində edam hökmünün çıxarılacağı gözlənilir. Lübnan prezidenti Joseph Aoun Hizbullah hərəkatının tərk silah edilməsi məsələsi barədə danışarkən bildirib. Bütün silahlar il ərzində müstəsna dövlət nəzarətinə keçməlidir.
Lübnan prezidenti bildirib, bütün silahların dövlətin tabeçiliyinə verilməsi barədə qərar verilib. Proses prezident administrasiyası və Hizbullah arasında iki tərəfli olması lazım olduğuna inandığım dialoq yolu ilə baş tutacaq. Lakin terror təşkilatının döyüşçülərindən biri belə Lübnan ordusuna daxil edilməyəcək. Müdafiə şöbəsinə yalnız müəyyən ixtisaslarla mali akademik atestatları olan qəbul imtahanlarından uğurla keçən hərbi qulluqçular qəbul ediləcək. PKK terror təşkilatının silahları təhvil verməsi prosesi iyun ayının sonuna qədər başa çatacaq. Bu barədə Türkiyə qəzeti məlumat yayıb. Məlumatda deyilir, terrorsuz Türkiyə hədəfi çərçivəsində PKK-nın tərk silah və ləğv prosesinin birinci mərhələsinin may ayında keçiriləcək qurultay ilə başa çatdırılması planlaşdırılır. Təhlükəsizlik mənbələrindən verilən məlumata görə təşkilatın ləğvi ilə bağlı qurultayın mayın əvvəlində keçiriləcəyi, təşkilatın silahları təhvil verilməsinin isə iyunun sonunda tamamlanacağı gözlənilir. Silahların çatdırılma məntəqələri necə təhvil veriləcəyi, qeydiyyatın necə aparılacağı kimi texniki mövzular da hazırlıqların aparıldığı bildirilir. Rusiya ərazisində hərbi qüvvələrə planlaşdırılmış zərbələrə hazırlaşan Ukrayna kəşfiyyatı Rus ordusunun böyük itkilərə məruz qalacağını gözləyir. Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat bölməsinin komandiri Denis Yaroslavski Rusiyanın Sımı vilayətinə ballistik raketlərlə hücumundan sonra Ukrayna ordusunun Kurska endirdiyi zərbələr nəticəsində Rus qüvvələrinin sıx toplaşma nöqtələrinin məhv edildiyini bildirib. Rusiya ordusu bu zərbələr nəticəsində ağır itkilər verdi. İndi də oxşar planlaşdırılmış zərbələr hazırlayırıq. Bu barədə tezliklə eşidəcəksiniz. Ukraynalı komandir qeyd edib ki, Kurska zərbələr əvvəlcədən planlaşdırılmış cavabdır. Gözlənilən yeni iri miqyaslı hücum da planlaşdırılan məqsədlərdən biridir. Ermənistandan başqa Zəngəzur dəhlizinin açılmasını istəməyən ölkələr də var. Bu fikirləri Milli Məclisin deputatı Erkin Qədirli Türk paya üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında çıxışı zamanı səsləndirib. Deputat bildirib ki, Zəngəzur dəhlizi cəmi 40 kilometrlik yol olsa da artıq 40 ildir ki, bağlıdır. Erkin Qədirli qeyd edib, yolun açılmasını yalnız Ermənistan deyil, bəzi başqa ölkələr də istəmir. Həmin ölkələrin adlarını çəkməyəcəm, amma bu yolun Turan yolu olması səbəbi ilə açılmasını istəmirlər. Bəziləri bu fikri açıq şəkildə, digərləri isə qapalı görüşlərdə ifadə edir. Hesab edirəm ki, gələcəyimiz baxımdan Türk dövlətlərinin təhlükəsizliyi olduqca önəmlidir. Cari ilin fevral ayının 13-də Türkiyə polisi Əhməd Rıza Beyzayi adlı İranlını həbs edib. Bildirilib ki, Beyzayinin ailəsi Türkiyədən deport edilib, özü isə saxlanılıb. Əli Xameyninin müşaviri və Azad İslam Universitetinin rəyasət heyətinin başçısı Ələkbər vilayəti təslimə verdiyi açıqlamada məsələni təsdiq edib. O, Məhəmməd Rıza Beyzayinin həbs səbəbi barədə məlumat verilmədiyini və onun azad edilməsi ilə bağlı səylərin nəticəsi qaldığını bildirib. Qeyd edək ki, vilayətinin universitet müəllimi kimi təqdim etdiyi Beyzayi Sepah və ona bağlı Bəsiq Könüllülər ordusunun yüksək rütbəli məmurlarından olub. O, bundan əvvəl Şərqi Azərbaycan əyalətinin Sepah komandirinin əmri ilə əyalətin müəllimlərinin Səfərbərlik Təşkilatının rəhbəri vəzifəsinə təyin olunub. Əli Xamneynin nümayəndəsi tərəfindən idarə olunan Keyhan qəzeti Amerikanın Tehranın uranın zənginləşdirilməsini dayandırması barədə bəyanatından sonra Birləşmiş Ştatların İranın qırmızı xətlərini keçdiyini deyib. Redaktor Hüseyn Şəriət Mədari Omandakı danışıqların birinci raundundan sonra Uytikovun konstruktiv görünmək cəhdlərinə baxmayaraq Vaşinqtonun əsl niyyətini ifşa etdiyini deyib. Uytikovun sosial media hesabında yazdığı İran nüvə zənginləşdirmə proqramını dayandırmalı və ləğv etməlidir. Sözlərinə toxunan Şəriət Mədari Amerika rəsmilərinin İranın dəfələrlə rədd etdiyi mövzuları yenidən qaldırdığını yazıb. Şəriət Mədari iddia edib ki, Vaşinqton İranı tərk silah etmək üçün zəmin hazırlayır. Aprelin 15-də Lübnan ordusunun xüsusi təyinatları ölkənin cənubunda yerləşən Said şəhərində əməliyyat keçirərək Fələstinin radikal Həmas hərəkatının rəhbərliyinin 2 üzvünü saxlayıb.
Məlumatı yayan Janobiya xəbər portalı bildirib ki, Lübnanın cənubundan İsrailə qarşı silahlı hücumlara görə Fələstinlilərin həbsi ilə bağlı ilk hadisə deyil. Bundan əvvəl Lübnan Silahlı Qüvvələrinin komandanlığı Fələstin cəbhələrinin Beka hadisəsinə və Suriya ilə sərhəddə yerləşən 6 hərbi bazasını bağlayıb. Orada yerləşən texnika və sürsatlar müsadirə edilib. Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək. Bunu Türkiyə prezidenti Recep Tayyip Erdoğan hökumətin iclasından sonra çıxışında deyib. Türkiyə rəhbəri bildirib ki, artıq Suriyada yeni mərhələ başlayıb və Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək. Erdoğan həmçinin qeyd edib ki, Türkiyə 4-cü Antalya Diplomatiya Forumunda Suriya və Qəzza başda olmaqla regional məsələlərlə bağlı konkret mövqe ortaya qoyub. O bildirib, Fələstin xalqının yanında olduğumuzu bütün dünyaya bəyan etdik. Suriyadakı mənafemizin qorunması ilə bağlı tərəddüd etməyəcəyimizi təkrar etdik. Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda başa çatması üçün əlimizdən gələni edəcəyimizi diqqətə çatdırdıq. Argentinanın Tehrandakı müvəqqəti işlər vəkili Jorge Mariano Jordan İran Xarici İşlər Nazirliyinə çağırılaraq rəsmi Buenos Airesin İslam Respublikası rəsmilərinə qarşı irəli sürülən son ittihamlarla bağlı etiraz bildirilib. Bildirilib ki, İran Xarici İşlər Nazirliyinin Amerika ölkələri üzrə baş direktoru İsa Kameli müvəqqəti işlər vəkilinə İran İslam Respublikasının etirazını bildirən rəsmi notanı təqdim edib. Baş direktor rəsmi Tehranın Argentina məhkəmə sistemi və rəsmi hakimiyyət orqanları tərəfindən İranın dövlət məmurlarına qarşı irəli sürülən əsassız ittihamları rədd etdiyini və pislədiyini bildirib. Bu 1994-cü ildə Argentinada Yahudi mərkəzində partlayışla bağlı Argentinalı prokurorun Əli Xameyninin beynəlxalq həbsinə order verilməsi tələbi ilə bağlıdır. Qeyd edək ki, 18 iyun 1994-cü ildə Argentinanın paytaxtında İranla bağlı terrorçular Yahudilərin yardım mərkəzi binasına bomba qoyaraq 85 Yahudinin ölümünə, 300-dən çox Yahudinin yaralanmasına səbəb olublar. Bir neçə gün əvvəl isə İranın terrorda əli olduğunu deyən prokuror Sebastian Basso hakim Daniel Rafkasdan Xameyni üçün Interpolun həbsinə order verilməsini istəyib. İş üzrə yeni prokuror həmçinin iş üzrə digər İranlı və Livanlı müttəhimlərin də qiyabi mühakimə olunmasını tələb ediblər. Prokuror öz müraciətində vurğulayıb ki, bu təqib qərarı müttəhimlərin Hizbullaha bağlı gizli silahlı təşkilata dəstək verməsi və 10 illiklər ərzində insanların həyatına və əmlakına qarşı saysız-hesabsız hücumlar, o cümlədən Yahudilərin yardım mərkəzinə hücum təşkil etdiklərinə görə verilməlidir. İranın Xuzistan əyalətinin Bəhbəhən şəhərindən olan 7 qadın müğənninin fəaliyyətinə qadağa qoyulub. Məlumata görə sənətçilər Sepahın Təhlükəsizlik və Kəşfiyyat bölməsinə çağırılaraq dindirilib. Onlardan məcburi şəkildə mədəni fəaliyyətlərini davam etdirməyəcəkləri barədə yazılı iltizam alınıb. Bununla yanaşı qadın sənətçilərin sosial mediada paylaşımlarına və məhdudiyyət qoyulub və ictimai məsələlərlə bağlı paylaşımları qadağan edilib. Amerika dövlət katibi Marco Rubio və Amerika prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff cari həftədə Parisə səfər etməyi planlaşdırırlar. Məlumata görə onların Ukraynada münaqişəyə İranla qarşılıqlı əlaqə və Amerika prezidenti Donald Trump tərəfindən tətbiq edilən rüsumları müzakirə edəcəkləri gözlənilir. Witkoffun Fransa prezidenti Emmanuel Macronla görüşəcəyi də deyilir. Rubio isə Fransa Xarici İşlər naziri Jean-Noël Barrot ilə danışıqlar aparacaq. Ukrayna və İran və rüsumlardan əlavə gündəlikdə Qəzza zolağı ətrafındakı vəziyyətdə olacaq. Birləşmiş Ştatlar İsraili 2 ay ərzində Suriyadakı qoşunlarının mərhələli şəkildə çıxarılmasına başlamaq niyyəti barədə məlumatlandırıb. Yinet portalının yazdığına görə Amerika təhlükəsizlik rəsmiləri bu barədə İsrail kəşfiyyatının rəhbərliyinə məlumat veriblər. Bildirilir ki, İsrail hadisələrinin bu cür inkişafının qarşısını almağa çalışsa da buna nail ola bilməyib. Bununla belə İsrail kəşfiyyat rəsmiləri Amerika hərbiçilərinin Suriyada qalması üçün Vaşinqtona təzyiq etməkdə davam edir. Qeyd edək ki, 2024-cü ilin dekabrında Pentagon Suriyada 2000-ə yaxın Amerika hərbiçisinin olduğunu bəyan edib. 2025-ci ilin fevral ayının əvvəlində NBC News mənbələrə istinadən xəbər verib ki, Pentagon bütün Amerika qoşunlarının Suriyadan çıxarılması variantını nəzərdə tutan plan hazırlayır. Mənbələr qeyd ediblər ki, Donald Trump və ona yaxın rəsmilər son vaxtlar ABŞ qüvvələrinin Suriyadan tam çıxarılmasında maraqlı olduqlarını bildiriblər.
Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.